Salam, bugün pırasa dolması hazırlayırıq. Bunun üçün bizə lazım olan ərzaqlar. Bu dolmaya turşuluq çox yaraşdığı üçün mən 2 xörək qaşığı sumağın üzərinə qaynar su əlavə edib əvvəlcədən dəmə qoyuram. Pırasaların kök hissəsindən təmizləyib yoğun hissəsini 2-3 hissəyə bölürük. Qələm formasında bükəcəyim üçün onları ortasından yarıya qədər kəsdim. Qaynayan suya qaya duzu əlavə edib təmizlədiyimiz pırasaları 5-6 dəqiqə qaynadırıq. Həm rahat bükmək üçün, həm də acı suyunu çıxarmaq üçün mütləq şəkildə etməliyik. İçliyi istədiyiniz formada hazırlaya bilərsiniz, lakin mən ətli formada hazırlayıram. 300 qram qiyməyə, 1 ədəd xırdalanmış soğan, 25 qram keşniş, 25 qram şüyüd, 2 xörək qaşığı düyü, 2 xörək qaşığı tomat pastası, 2 xörək qaşığı xırdalanmış pomidor, 2 xörək qaşığı əridilmiş kərəyağı, zövqə görə duz, isti yod, sarı kök, quru nanə əlavə edib qarışdırdım. Dolmanı bükərkən əlimizə gələn pırasanın pərdəsini mütləq şəkildə təmizləməliyik ki, yeyərkən narahatçılıq verməsin. Dolmanı qazana yerləşdirdikdən sonra üzərinə sumağın suyu və kərə yağını əlavə edib əvvəlcə gür odda, daha sonra vam odda təxminən yarım saata bişiririk. Nuş olsun. Videonu bəyəndinizsə videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Sağ olun.